Dövlət qurumlarında ictimai şuralar yaradılır. Bu, yəni ki, onlara nəzarət etməlidir ki, bunlar düz işləyir. Onu idarələr özləri seçir, özlərinə uyğun adamlara gətirib ora nümayəndələr təyin edirlər ki, mənə nəzarət elə. Cibinə də 5-10 manat qoyurlar, mənə nəzarət elə. Heç o gəlmir. Formal xarakterdə. Bu formaldır, bu boş, yalan bir məsələdir. Bu məsələ ləğv olunmalıdır. Çünki onların elə ciddi bir səlahiyyətləri olmur. Mən məsələn düşünürəm ki, Cənab Prezidentin çox gözəl fikirləri oldu ictimai nəzarətlə bağlı. Bilirsiniz, buna ingilis dilində deyirlər public oversight. Çox gözəl bir sözdür. Public oversight. İctimai nəzarət bizdə o ingilis dilində daha belə möhtəşəm səslənir. Yəni oversight bilirsiniz necədir? İctimai nəzarət. Yəni nəzarət oversight ingilis dilində olanda bütövlükdə, yəni ki, ictimai bütövlükdə nəzarət, hər şeyi belə bir çətir altına almaq kimi, sənin yuxarıdan durub, hündürdən durub hər tərəfə baxa bilirsən. Oversight o demək, yuxarıdan durub belə baxmaq. Yəni, o ictimai nəzarət odur və o insanlar olmalıdır bir-birindən və tez-tezdə dəyişməlidirlər. Məsələn, bir sahədən göndər o biri sahəyə. Məsələn, burada bir il işlədi, sonra göndər o biri tərəfə. Eyni yerdə qalmasınlar, su da eyni yerdə qalan deyilədir. Olsun orada media nümayəndələri, olsun orada deputatlar, olsun orada vətəndaş cəmiyyətinin nümayəndələri, olsun orada ekspertlər, olsun orada ağsaqqal, gənclərin nümayəndələri və bir-birindən asılı olmasınlar. Ya da icra başlığını təyin etdirir. Və elə olsun ki, bir də qərar belə olsun ki, məsələn, hər 2 aydan birdə oradan 2 nəfər göndərilir başqa yerə, 2 nəfər başqa yerdən gəlir. Heç kim bir komanda qurub orada ne bilməsin. Yəni, biz istəsək, bu yaradılar. Məsələn, mən istəyərdim ki, məsələn, bir dövlət, bir qurum formalaşdırsın. Amma təbii ki, Cənab Prezidentin də burada bir dəstəyi olsun. Çünki Cənab Prezidentin dəstəyi olmasa, mümkün olmaz. Məsələn, mən desinlər ki, Razi Nurullayev, demirdim, bunları mən bu şəkildə təşkil edə bilərəm, hər şeydə yaxşı olar. Bax, sənə bu nəzarət qurumu yaradıldı. Sən o məsələlərin hamısından şikayət çıxart və onlara bir nəzarət elə. Bir ayın içərisində o nəzarəti təmin eləyərəm. O strukturu yaradaram. Amma mən bilim ki, məni dəyirmana atıb çəkməyəcəklər. Onun üçün də təbii ki, biz hələ o cəmiyyət deyilik. İmkan verməzlər, yəni işləmək üçün, o narazılıqlar həmin an müxtəlif yollarından səni ləkələyib sıradan çıxardacaqlar. Və ona görə də burada ancaq yeganə Cənab Prezidentin və xanımın nəzarəti lazımdır ki, yəni ki, heç kim sənə toxunmağa cəsarət eləməsin. Və bu baxımdan etmək olar və bugün çünki biz dövləti yaratmalıyıq, qurmalıyıq, narazılıq olmamalıdır və əgər ölkəmizdə vətəndaş narazılıq dövlətin narazılığı ölkədə prezidentin siyasi iradəsi var. Biz görürük ki, Cənab Prezident İlham Əliyev, Mehriban xanım, məsələn, gedim vətəndaşlarla görüşürlər, necə mehriban, insanlar da görür, necə onlara belə nəvazişli şəkildə yanaşırlar, yəni də belə qaynayıb qarışırlar. Bəzi zapaşları 150 metr özündən arada saxlayır. Yəni, heç belə, yəni ki, bu mənzərəni insanlar sevir də, yəni sadəliyi hamı sevir. Və o baxımdan mən düşünürəm ki, yəni ki, o nümunə onu deməyə əsas verir ki, yəni onlar ölkəni bu şəkildə görmək istəyirlər. Xalqı xoşbəxt görmək istəyirlər. Yaxşı iş yeri yaradılsın, dövlətin büdcəsi dolsun, daşsın. Cənab Prezident hər dəfə bir fərman versin ki, əmək haqqları bu qədər artdı, pensiyalar artdı və bu prezidentə də ləzzət eləyər ki, hər dəfə mən biraz artırdım, cəmaat sağ ol deyir. Kim istəməz bunu? Dünyada elə bir ölkə başçısı var ki, elə bir rəhbərlik var ki, o məsələn istəməsin ki, xalqı yaxşı yaşasın. Elə bir şey mümkündür mü? Mümkün deyil. O baxımdan, amma biz bunu edə bilərik axı. Bəli, mən sizlə razıyam ki, mən bunu qəbul edə bilmirəm ki, mən görürəm də bir çox dövlət məmurları, məsələn, durublar burada, kimsə çağırılır, məsələn, çağırır ki, filan məsələ ilə bağlı. O gəlir orada, tez yaxası bağlaya gəlir, belə durur. Tezə daldan orada çəkilib gedir ora. Bu, bilirsiniz, bu kiçik padşahlıq yaratmaq ayıbdır. Bu bizim dövlətimizə yaraşmır. Heç prezident onu etmir. Mənim çox xoşuma gəldi, açığı, demək, Serbiyada prezidentin bu yaxınlarda görüşü var idi, mənim çox xoşuma gəldi. Yəni, belə
çox xoşuma gəldi və sevindim ki, nə gözəl, yəni ki, nümunələr yaradılır və dövlətimiz düzələcək. Azərbaycan nümayəndə heyəti oturub və Serbiyanın prezidenti dedi ki, mən istəyərdim ki, bizim bu layihələrimizə daha tez yanaşılsın, tez baxılsın, yəni vaxt keçməsin. Və cənab prezident dedi ki, Azərbaycan nümayəndə heyətinə, öz komandasına dedi ki, mən sizdən xahiş edirəm ki, tez bir zaman diləyin ki, 2 ay ərzində nəticə olsun və biz 2 aydan sonra Aleksandr Vučić, Aleksandr'dır da adı? Bəli, Serbiya prezidenti Vučić Azərbaycana gələndə artıq biz konkret məsələləri müzakirə edirik. Yəni, orada olan nazirlərdən dedi ki, sizdən xahiş edirəm. Prezident onlara deyir, sizdən xahiş edirəm, bu məsələyə yanaşın. Görürsünüz, prezidentin ritorikasını. İndi kimsə deyir ki, məsələn, kimsə nəsə düşünə bilər. İndi biz başqa ölkələri də görürük də, hamısı əllərində dururlar, belə yazırlar. Bilmirəm, indi orada nə xət yazırlar, bəlkə də düz yazırlar, nə yazırlar, prosta qələm yazır burada. Amma bizdə axı belə məsələlər yoxdur. Bizdə bir çox məsələdə cənab prezident azadlıq yaradıb, sərbəstlik yaradıb, şərait yaradıb ki, işləyin də, işləyin. Başqa nə olmalı? Başqa, mən məsələn bunu siyasi dövlət səviyyəsində, prezident səviyyəsində hər şeyi görürəm ki, o işıq var. O işıq var, yaradılıb. Bəs onda niyə düzəlmir məsələlər? Demək ki, burada mən dediyim məsələlərdir və mən deyim, mən məsələn nə düşünürəm? Belə düşünürəm ki, biz bu yaxınlarda çox hörmətli bir deputat və ölkə üçün canı yanan və dövlət üçün böyük işlər görən bir deputatımız var. Mən adını deməyəcəm onun, çünki bir ifadə işlədəcəm, bəlkə də indi o istəməzdir ki, mən onun adı ilə bunu bağlayam, amma o mənə dedi, mən burada səsləndirirəm. Məsələn, biz onunla danışdıq bu məsələləri. Hazırda da deputat da mənim. Bəli, biz danışdıq o məsələləri və o çox gözəl bir söz dedi ki, danışdı ki, xarici siyasətdə necə gözəl hər şey belə bir ki, yağ kimi gedir. Biz deyirik, bıçaq yağı necə kəsir. O şəkildə biz qüsursuz xarici siyasətimiz var. Cənab prezident artıq, yəni deyək də, qlobal bir liderə çevrilib. Yəni, qlobal liderlərdən eyni cərgədə durur və çox böyük belə şəslə dura bilir də. Yəni, mən bir açığı mən sizə deyim ki, məsələn, mən cənab prezidenti o qlobal liderlərdən görürəm, onlarla. Mən ola bilsin ki, başqa bir partiya sədriyəm, fərqli düşüncəyə malikəm, çox şeyləri tənqid edirəm. Amma mən bəzən, məsələn, bir olan Allah şahiddir ki, mən bunu yalan demirəm, gözlərim yaşarır hərdən ki, sevinirəm. Yəni, dövlətimə görə sevinirəm. Çünki İlham Əliyev Azərbaycanı təmsil edir də. İndi haqqı demək lazımdır da. Yəni, o boyda Azərbaycanın suverenliyini bərpa elədi, Qarabağı aldı, Rus qoşunlarını çıxartdı buradan. Hansı şəraitdə? Hansı şəraitdə və hələ indiki təzyiqləri də görürük. Sülh müqaviləsini getdi, Ağ Evdə hansı duruşla dayandı, indi hansı qlobal platformalarda hansı şəkildə dayanır və ona münasibət necədir? Artıq, yəni ki, çox belə qürurla özünü aparır, qürurla dayanır və yəni ki də əsl qlobal liderdir. Yəni, bu məni sevindirir. Çünki niyə? Azərbaycanı təmsil edir axı. Azərbaycan xalqını təmsil edir axı. O xaricə biz gedəndə onlar bilmir Azərbaycan xalqının burada nə narazılıq var, mənə nə sual verdi, mənə nə narazılıq verdi, mənə nə şikayət verdi. Onlar onu qiymətləndirmir. Onlar Azərbaycanın xarici duruşunu və Azərbaycanın dünyadakı yerini qiymətləndirir və o yerini İlham Əliyev çox sərbəst və düzgün şəkildə dayanır və onu idarə edir. Bu yüksək səviyyədədir və həmin o deputat mənə dedi ki, Razi, bax, biz bunu danışdıq, dedi ki, belə dedim, bəli, bu toçunu dediyiniz kimi dəqiq olaraq belədir. Deyir, görürsünüz, 44 gündə zəfər qazandıq Qarabağda. Və mən düşünürəm ki, cənab prezident bir gün ölkənin içinə baxacaq və 44 günlük də savaş ölkənin içində açacaq. Çox maraqlı fikirdir. 44 gündə savaş ölkənin içində açacaq və o ölkənin inkişafına mane olanların hamısını yığışdıracaq, cəzalandıracaq. Yəni 23 saatlıq antiterror tədbirləri kimi bir təmizləmə. Bəli, bir təmizləmə əməliyyatı keçirilməlidir ki, hər bir kəs üzərinə düşən vəzifəni yerinə yetirsin. Yəni, məsələ deyil ki, bu kağızda nə yazılıb? Bu kağızda nə yazılıb? Bu kağızda çox şey yazıla bilər. Hər şey elə dünyada da beynəlxalq heç qanunlar da yazıldığı kimi işlənilmir. Bu qanundur, kağızda yazılıb. Amma biz reallıqdan çıxış edərək, hətta bəzi məsələlərə göz yumaraq vətəndaşın problemini həll eləyə bilərik. İnsanların həyatında bunların təsirinə baxmaq lazım. Əlbəttə ki, mütləq şəkildə.